QT-lərinin son bir il ərzində həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verilib. Azərbaycan Milli QHT Forumu 2026-cı ildə Bakıda keçiriləcək Dünya Şəhərsalma Forumuna da ciddi hazırlaşır. Bu barədə Milli QHT Forumunun idarə heyətinin bir illik fəaliyyətinə dair ictimai hesabat xarakterli mətbuat konferansında məlumat verildi. Qeyd olundu ki, Qlobal Cənub QHT platformasının gələn ilki baş assambleyasınadək Azərbaycan Milli QHT Forumunun idarə heyətinin sədri ona rəhbərlik eləyəcək. Gələcəkdə də hansı ölkənin təmsilçisinin platformaya rəhbərlik etməsindən asılı olmayaraq onun mərkəzi qərargahı Bakıda yerləşəcək. Artıq Milli QHT Forumu nəinki milli səviyyədə, eyni zamanda beynəlxalq səviyyədə də tanınmağa başladı. Bu, eyni zamanda onun göstəricisidir ki, beynəlxalq təşkilatlar artıq Milli QHT Forumuna etibar edir və onu dəstəkləyir. Qlobal Cənub QHT platforması qoşulmama hərəkatının bildiyiniz kimi 122 üzvü var və onun 116-sı bu platformanı dəstəkləyir. Konferansda idarə heyətinin son bir il ərzində gördüyü işlər, əldə olunan nailiyyətlər, QHT-lərlə əməkdaşlıq imkanları və gələcək fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verildi. Bildirildi ki, COP29 zamanı iqlim diplomatiyası, qlobal ətraf mühitin qorunmasında, Qərbi Azərbaycana qayıdış məsələlərində QHT-lər fəal rol oynayıblar. Azərbaycan qeyri-hökumət təşkilatlarının son illərdə ixtisaslaşmasının da güclənməsini görürük. Bu istiqamətdə Environmental Protection First, yəni ətraf mühitin mühafizəsi ilə bağlı qeyri-hökumət təşkilatının yaradılması buna misaldır. QHT koalisiyası Cənubi Qafqazda təmiz ətraf mühit naminə, həmçinin Ermənistanın qanunsuz olaraq həyata keçirdiyi dağ mədən sənayesi müəssisələrinin Cənubi Qafqaz və Xəzəryanı ölkələrə vurduğu ekoloji zərərin aşkarlanması, ifşa edilməsi ilə bağlı fəaliyyət göstərən qeyri-hökumət təşkilatıdır və bir çox beynəlxalq platformalarda da səsimizin duyulmasına çalışırıq. Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatı Forumu 1999-cu il iyunun 11-də 99 QHT-nin təşəbbüsü ilə yaradılıb. Hazırda forum 648 təşkilatı birləşdirən geniş ictimai koalisiyadır.